Dostlar, bir daha sabahınız xeyir olsun. Qonağınızı da salamlayıram. Nizami küçəsindəyəm. Dediyim kimi artıq müsahibim gəlib. Müsahibim əslində demək olar ki, onu Bakıda hər kəs tanıyır. Saz Hacı müəllim olacaq. Onun emalatxanasına gəlmişik bugün. Çünki əgər zamandan söhbət gedirsə, saatın, zamanın da qədrini təbii ki, Hacı müəllim qədər kim yaxşı bilə bilər ki? Gəlin girək, bir görək, salamlaşaq. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiz? Hoş gelmişsiniz. Ne yapıyorsunuz? Xoş gördük. Gizlin gelmişsiniz yavaş yavaş. Necəsiz? ATV kanalında hoş gelmişsiniz, hoş gelmişsiniz. Necəsiz? Biz yaxşıyıq, siz necəsiz? Sağ olun. Onlar əyləşin. Əyləşin Nigar xanım, əyləşin. Ben sizi tanıyıram. Ne yaxşı gəldiniz. Bəli, deməli bugün bizim efrimizdə belə bir mövzumuz var ki, zamanınızı ən çox nəyə sərf edirsiniz? Biz də ki, bir zamanın qədrini bilən bir adam fikirləşdik ki, bugün mütləq sizinlə həmsöhbət olmalıyıq. Təşəkkür edirəm, çox sağ olun. Məni yada salıb gəlmişsiniz. Mən də səhər-səhər gəlmişəm ki, bəzi işlərim vardı, onları yoluna qoyum. Gördüm ki, qapı açıldı. Dedim, bu vaxtı kim gələr belə? Sən deməzsiniz ATV. Sağ olun, təşəkkürlər. Minnətdarım. Çox sağ olun, biz təşəkkür edirik. Hacı müəllim, gəlin bu saatlardan danışaq da. Ümumiyyətlə var belə bahalı saatlar. Mən əminəm ki, o bahalı saatları etibar etdiyimiz adamlardan biri də məhz Hacı müəllimdir. Çünki onu hər adama etibar eləmək olmaz.